Gəlin, gedək, gəlin. Hamımız işimizə. Ay, gəl səni daşıyaq, gəl səni daşıyaq. Getdik. Gəl bura. Əli, bura. Neyse, sen oradan gir, mən buradan. Dayan, mən paltarlarımı giyinim. Gəlim. Aha, indi giyindik. Buradan mən bu şey yiyəcəm. Ay, hə. Aa, ha, gəl Kənan. Mən sənin bir dənə ürəyinə baxım. Aha. Ne? Yok, indi yetişmədi. Baxıram. Az qaldı. Buradan bir dənə belə. Hepsi. İndi bir dənə buradan da böbrəklərinə hər yerinə baxıram. 1, 6, 9, 7, 8. Hə. İndi yuxarıda yazılır hər şey. Hər şey əladır. Bir dənə pis xəbər var. Bir dənə pis xəbər var. Bir baş barmağını itiribdi. İndi aparıram. İndi yox, elə yox. Belə aparaq. Ay, əli dur. Ha, fısı. İndi aparaq. Ay, bunun sürülməsi də çox çətinmiş. Ay, ora. Hər rentgeni salırıq. Bir şey olmadığına əminlik olmaq üçün. Rentgeni, hə, rentgeni salaq. X-ray'di da, rentgen eyni şeydir. Aha, örtək. Ay. Ay. Aha, girdi. Aha, soxduq, baxaq buradan hər yerinə. Hər şey əladır. Turp ki, maşallah. Mən səhv hesablamışım. Neyse, indi atılıyaq, gəlin bunu sənə. Her şey top kimi değil. Ay Allah, neydi? Her sesini çıkartır. Biraz sesini çıkartır diye. Hə, gəl gedək Kənan. Kənan deyirəm, Əli, çaşıram mən tez. Çünki sən oxşatdım. Hə. Hə. Allah. Onun yaxınları ta görməyə gələ bilər. Yaxınları var. Bizik. Hə, bizik. Yadımdadır. Yaxınlarından kim gələ bilər bəs? Gəl bunu. Ay, durmusan. Neyinsən? Ne oldu? Necəsən Kənan? Xəstəxanadasan, səni iyiləşdirdik. Ölürdün. Riskin var idi. Heç nə hazır. Hə, ona görə. İndi yaxşılaşmışam. Görürəm ki, yaxşılaşmışam. Ta dur gedək. Bomba. Aha. Düz deyir, ta evə aparaq səni dincəldirək. Çünki işdən də izin alarıq sənə görə. Çünki o yaralandı. Neyse Kenan, artık durabilirsen. Kenan, artık durabilirsen. Gel gidelim. Ne var sana yani? Neyse. Hızım gibi. Yaxşı. Maşın ancaq motosiklet var. Neyse, dayan.
Neyse. Devam. Çıkarttım. Onda mən kanal üçün izin alaram. Şeydən, belediyeden. Biraz evde bir 10 gün dincəlsin, ondan sonra gəlir. Olar. Mən də evə gedim paltarımı dəyişim. Paltarımı dəyişim, tezcənə şey yazam. Paltarımı dəyişim, tezcənə gedim. İzin almağa kanal üçün. Nə? Bize bu evin kiracısı olduğunu deməmişdilər axı. Bize bu evin kiracısı olduğunu deməmişdilər axı. Siz hardan çıxdınız? Hayır. Ben burada kalıyorum ve size bu evi her gün vermiştim. Her şeyi yapmayayım. Mr. Scott, size bir sözüm var. Diyebilirim. Mr. Scott, bak bize indikçe rehber yapmıştı. Turist rehberi. Getirdik dedi ki bu otel bize pulsuzdu. İndi gelip sizin bu hem bu otelde hem de kiracı olmaz ne kadar. Yok. O köyün kiracıdır. O benim en sevmediğim insandı. Sizi loklamağa çalışıyorsunuz ama ben icazı koymuyorum. Burada her şey bütün mallar buradaki bütün mallar keyfiyetsiz idi. Onları size satmağa çalışırdı ki buradaki keyfiyetsiz mallar kutarsın. Ama ben size keyfiyetli mallar kurmasın. Aslında size Bəs bir şey soruşacağım. Biz dışımızdan zırımlarımız çıkartırız ki gedək bir də katili tapaq. Siz de gəlib dövlətimiz üçün eləyiniz, siz de gəlib bir tapaq. Mən dövlət adamı veya oradaki dövlətə qarşı çıxan bir insan deyiləm. Sadəcə kirasını ödəyir. Aksi takdirde evrak atılacaqsınız və dağılsıza dava. Evden atlasak o kiracıya deyərik, bizi öldürək. Neyse biz bir şey eləyəcəyik. Tamam bey, mənə bu kadar pul verdi. Çok sağ olun, ben geliyorum. Ben olay bir... Sağ olun. Bay. Getdin, öldün. Öl. Neyse gedim Kenan'dan izin isteyeyim. Əli də orada güneşlənir. Ha, yaxşı. Neyinirsiniz siz? Mənim maşınımı niye götürürsünüz? Bir dakika. Bu maşın pullu bir parkinge yerleştirilmiştir. Siz məni loxluyursunuz. Bir dakika. Düşə bilərsiniz, söz deyəcəm. Düşə bilərsiniz. Hayır, çəkilin yoksa maşın üstünüzden keser. Keser. Yüreğim var ki. Neyinirsiniz siz? Her şeyden elimden hata çıkmasın. Benim 2 uşağım var, benim beynim harap edebilir. Uşağım var. Bir ki bizim de uşağımız var bana. Subaşsız atır. Ay kardeşim, ben niye çölerimizi taş koysun? Bir dakika. Hayır, bir dakika. Düşün, diyalogumuzu eləyir, ondan sonra nə istəyirsiniz eləyirsiniz. Düşə bilərsiniz. Bu maşını buradan çəkin. İcazəsiz bir yere park eləmişsiniz. Xəbəriniz var. Ay qardaş, bir dənə söz soruşacağam sənə. Sen adam loxluyursan, nə var nə yox, bütün üstümüzdəki şeyləri alırsan. Şart değişir. Ben bu otelin sahibi olarak buralar pullu parkingdir. Karşı eləm, ya maşın çəkin ya da çəkilməsi keyif ala istəyir. Yaxşı. Ona deyək. Pul verməyəcəyik. Pul verməyəcəyik, amma maşını çəkəcəyik. Məndən cürətdir. Ay qardaş, maşını çəkmişik. Nə istəyirsən qardaş? Maşını çəkmişik. Qardaş, düş aşağı. Ay qardaş. Aeroportun qabağındayam siz. Hə. Ona da bir söz deyəsən. Aeroport da sənindir. Ay qardaş, başıma dönüm, düş aşağı. Qardaş, dayan. Bak, burada tabela var, görmürəm mən təsvir.
ailesiniz. Hürmetli bir şekilde dağıtın. Ben size medeni hukuku kalmışım. Xahiş edirəm. Bu maşının burada pratikse pul verin. Qardaş, bir dənə söz soracağam. Ondan sonra da vızqırdıb gedəcəyik. Qardaş, bir dənə söz soracağam. Ondan sonra vızqırdıb gedəcəyik. Çırağcı bəy, bəs siz adam loxluyursunuz? Bu nədir? Gəlin keçən yerə bizə adam loxlayan kimi bizə öldürürsünüz. Ama benim bir sorun var. Ona göre de həkimsiniz bilirəm. Çok yaxşı işdə işləyirsiniz. Bunun çok ama senin qədər insafın yoxdur. Xahiş edirəm. Mənlə normal danışın. Bu dəqiqə sizi evdən asma haqqım var. Nəysə. Ay uşaqlar, dəyməyin. Yaxşı, bir də sənin yerində park eləməyəcəyik, piscə qurtardı, getdiniz. Mən nə deyəcəm? Sən nəsə deyə bilərsən. Nəysə, siz dolaşın, mən gedirəm Kənana izin alam. Bu pullar 5 günə bəsdir. Bu 5 gün burada park eləyə bilər. Hə, yaxşı şükür. Ve lakabı bize pul gözdür. Bunu unutmayın. Pul göz anlatma. Abi harda sen bıklı kişi. Harda sen bıklı kişi ya. Buyurun. Bize ben bu devlet kanunlarında böyle şey yoktur. Kalkmağı Nəysə, gəl siz evə keçin uşaqlar, siz evə keçin. Uşaqlar. Beynim xarabdır, xahiş edirəm. Söyüb batıracağım sizi. Kənan, gəl, əbəsləşmə. Ben belediye Mr. Trump'ın asistanıyım. Siz bana heç bir hakaret edemezsiniz. Ayda, çox belə gülmək. Mr. Stan, hardasan? Mr. Trump'ın asistanıysa Mr. Trump'a da hürmet edemezsin, vətəndaşlara da. Ona göre ben Mr. Trump'a dersim. Demediği sözü bırakmayın. Adını uçtuk bilgirsiniz. Nazik, sevgi. Allah'ım bak. Çiməkdən partiya çaydı ya. Çırağcı bəy, siz də gedin, bizim uşaqlar da getsin. Ay Çırağcı bəy, yolda qəzava eləmək pis şeydir. Yolda adam vurar yeyər. Ona görə də gedin. Devlet binasına çıkabilirsiniz. Bir dəqiqə. Ali. Evə keçin. Uşaqlar, evə keçin siz. Adı nədir? Mr. Stan da getsin. Ay Kənan, hara getsən? Kənan. Ay Kənan, gəl. Ay Kənan. Oha, it dedilər bir-birlərinə. Gel bura eşek. İzni alırıq. Gəl, gedək. Aha. Merhabalar çok istiyorum. Hə, gedərik maruzun alarıq. Buralarda saxlayıram. Düşək. İçərdə olar inşallah. Hə, içərdə. Tık, girə bilərəm. Girin. Salam. Buyurun kesin oturun. Oturun. Yaxşı. Ne için geldiniz? Biz bir sorun üçün
Bizim Kənan adlı dostumuz var idi. Burger King'də çalışan. O yaralandı, biraz yaralandı. Ona izin almaq üçün gəlmişik. Bəli. Hələ ki işdən uzaqlaşdırılacaq. Nə olur? Maaşı veriləcək, amma işdən uzaq duracaq. Bizdə pis niyyətlik yoxdur. Bu ərsəni imzalayın. Mr. Trump, sizə bir şey deyə bilərəm. Buyurun. Sizin Kürtistan adlı bir asistanınız var. Bəli? Var. Aslan, biz boş yere parkingde bizden pul götürdü. Heç bir yerde yazılmayıb ki, bura park vermək pulludur. Ona göre geldi bizden pul götürdü. Bəli. Bir dəqiqə, yadıma düşür. En son mən o park olmaz işarəsini satdırmışım. İki ay, bunu necə telafi eləyərəm bilmirəm. Onun əvəzində sizə üzr istəyirəm, buyurun. Neçə min pul var? Sağ olun. Bəs Sizdə nə qədər pul var idi? Bəlgəsini girəblər. Bəs bunun üçün neçə pul var idi bunun üçün? 10.000 isə uşaqlar. 10.000 isə kiranı ödəyib sərbəst qala bilərik. Gəlin gedək. Joker axtaraq. 10.000 isə o kiracı hanı? Kiracı dediyim bizi avtobusla gətirdi.